Bu dədə-babadan bizdə elə olub. Keçən məsəl üçün bu hələ gömrük sumları artıq belə deyək də şayəsi yayılanda ki, belə olacaq, gömrük sumları qalxacaq eləyəcək. Onda artıq mən bilirdim ki, yəni bu qiymətlər düşəcək. Amma adamlar gözlədilər ki, qalxacaq qiymətlər. Bilirəm, bir çox bəs bayaqlar dedim ki, xaricdən maşın sifariş eləyən şəxs olsa belə, ən azı alverçi olmalıdır bu adam. Necə alverçi sözü biraz deyirəm kobud çıxır. Yəni bu maşın sahəsinin sektorunda olmalıdır. Bu adam bilməlidir ki, məsələn bilməlidir primitska nədir. Hə, 15 il bu işin içindəyəm. Mən neçə dənə gömrük rüsumdan qalxan dövrü görmüşəm, təsəvvür edin. Ən azı bir 6-7 dəfə görmüşəm ki, bu gömrük rüsumu yanvar ayında qalxıb. Yanvardan sonra nə olub? Yanvar, fevral, mart ayları iş yanıb. Dekabr ayı olub ki, mənim əlimdə 3 dənə maşın olub, 4 dənə maşın olub. Aparıb satmışam, mənim müştəri deyib ki, qardaş yanvarda qalxacaq, niyə bunu belə verirsən? Deyirəm, sən nə istəyirsən? Sən ucuz almaq lazım deyil. Al apar da bunu. Almışam. Yanvarda baxıram ki, məndən 8 min aldığım maşını 11 minə qoyub. Hə, üstündən bir 10 gün keçdi, görürəm düşdü 9 minə. Düşdüsə, görürəm ki, salıb 7 min böyüksə, 7 minə, bildin necə?